Salam, hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəlmisiniz. Mən klinik psixoloq Fatimə Abuşova. Bugün sizlərlə bir yerdə çox maraqlı bir mövzuda panik atak haqqında danışacağıq. Bu haqda məlumatları sizlərlə bölüşəcəm. Gəlin öncə elə baxaq ki, panik atak nədir və daha sonra isə irəliləyən dəqiqələrdə panik atak gəldiyi zaman necə mübarizə apara bilərik ondan, necə onunla dostlaşa bilərik, bu barədə biraz söhbət eləyəcəyik. Gəlin baxaq ki, panik atak nədir? Panik atak anidən gələn, tərləməklə, titrəməklə, ürək sıxışması ilə, nəfəs darlaşması ilə, bədənimizdə müəyyən hissələrində ağrılar hiss elədiyimiz bir vəziyyətdir. Yəni bədənimizin heç bir səbəb olmadan qorxuya düşməsi və təxmini 10-15 və maksimum 20 dəqiqə ərzində saydığım simptomları keçirtməsidir. Daha çox el dilində infarkt kimi bilinən, yəni türklər demiş kalp krizi kimi bilinən bir vəziyyət hesab olunur. Amma bu belə deyil. Əslində insanlar 15 dəqiqə ərzində o qədər dəhşətə gəlirlər ki, o qədər ürək döyüntüləri artır, o qədər nəfəs darlıqları yaranır, sinədə küt ağrılar yaranır ki, o qədər olur ki, bu simptomlar dəhşətli dərəcədə, şiddətli dərəcədə insanlar düşünürlər ki, infarkt keçiriblər və artıq sondur və onlar ölürlər. Hətta yəqin ki, görmüsünüz, bir çox şəxs belə bir durumda təcili yardıma zəng eləyir ki, onu gəlib aparsınlar, sakitləşdirsinlər və s. Və bir çox hallarda da bəli işə yarayır, təcili yardım gəlir, sakitləşdirici dərman verir ya da iynə vurur. Belə olan halda adam sakitləşir, amma bu sadəcə rahatlama davranışıdır. Yəni bizim özümüzə seçdiyimiz rahatlama davranışıdır. Əslində biz 15 dəqiqə ərzində dözə bilsək, bu simptomlar bir yerdən sonra azalmağa başlayacaq və keçəcək. Anlaya bilirəm ki, bu panik atak vəziyyəti 15 dəqiqə, 20 dəqiqə ərzində çox dəhşətli olur və insanlar üçün çox çətindir bu 15 dəqiqəyə dözmək. Amma bu o demək deyil ki, mümkünsüzdür. Bəli, titrəmə olur, bədəndə ağrılar yaranır, ürək döyüntüsü hədsiz artır. Amma biz insanlar olaraq panik atak keçirtməyək deyə ya da ki, panik atak zamanı özümüz üçün rahatlama davranışları formalaşdırırıq. Bəziləri təzyiq aparatı ilə gəzir, bəziləri özləri ilə dərman gəzdirməyə başlayırlar. Bəziləri panik atak tutan anda mütləq təcili yardıma zəng eləyəcəklər. Bunların hər biri xoş bir davranış kimi görsənsə də, əslində onun altında yatan bir mexanizm var. Bu sadəcə bir rahatlama davranışıdır və çox qısa müddətli bizə təsir edir. Bəli, panik atak gələn anda bəlkə hansı bir dərmanı içməyimiz bizi rahatladır psixoloji olaraq, amma bunun heç bir sonu yoxdur. O panik atak əgər kökü tapılmarsa, davamlı baş verəcək və sizə əziyyət verəcək. Hətta bir yerdən sonra insanlarda panik atakı keçirmə qorxusu yaranmağa başlayır. Əslində sən panik atak keçirtmirsən, amma panik atakın yarana biləcək qorxusuyla yaşayırsan həyatını. Bəs panik atak anında nələr eləmək olar? Əziz dostum, bu 15-20 dəqiqəlik sənə dəhşətli görünən bir proses ola bilər, amma bunu keçirtməyin yolları vardır. İlk olaraq biz fiziki olaraq mütləq müayinədən keçməliyik. Əgər siz artıq bir dəfə panik atak keçirtmisinizsə, biz mütləq sizi fiziki müayinəyə göndərməliyik ya da özünüz fiziki müayinəyə getməlisiniz. Səbəb nədir? Bəzi xəstəliklər həqiqətən də panik ataka bənzəyir, amma və lakin panik atak deyil, altında hər hansı başqa bir tibbi səbəb var. Ona görə də biz psixoloqlar, həmçinin sizlər də əmin olmanız üçün mütləq fiziki bir müayinədən keçməlisiniz və əmin olmalısınız ki, sizin hər hansı ürəyinizlə bağlı, hormonlarınızla bağlı, ümumiyyətlə də bir check-up deyək, ümumi bir müayinədə heç bir probleminiz çıxmayıbdır. Ya da çıxıbdırsa da bu panik atakla bağlı olan bir problem deyildir. Həmin anda ilk olaraq fiziki müayinəni eləyib, əmin olandan sonra ki, mənim hər hansı bir tibbi problemim yoxdur ürəyimlə və buna oxşar problemlərlə bağlı. Biz artıq əmin olandan sonra ki, bu panik atakdır, bunun üzərində işləməyə başlaya bilərik. İlk dediyim fiziki müayinəni edirik və əmin oluruq. Əmin olduqdan sonra artıq panik atakımız tutsa belə, biz təcili yardıma zəng eləməyəcəyik. Bayaq qeyd elədiyim kimi də təcili yardıma zəng eləmək, hansısa bir təcili bölməyə getmək sadəcə sizin özünüzə yaratdığınız rahatlama davranışından başqa bir şey deyil. İkinci olaraq panik atak keçirdiyimiz zaman o simptomları əgər keçirirsinizsə ya da kimsə keçirdiyini görmürsünüzsə,
həmin anda bilirsiniz ki, insan öz bədəninə həddindən ziyadə fokuslanmış olur. Məsələn, hal-hazırda mənim bədənimdə sizinlə danışıram və fikir vermirəm hər hansı bir ağrının olub-olmadığına. Amma fokusumu bədənimə verəndə hiss edirəm ki, sağ dizimdə biraz ağrı var. Çünki keçən dəfə stola dəyibdi və ağrımağı çox normaldır. Amma təbii ki, mən bütün günü fokusumu ona verib gəzmirəm də yəqin ki, və sadəcə zaman-zaman yadıma düşür. Əgər mən fokusumu ona versəm nə olacaq? Bütün günü o ağrıya fokuslanacağam və bütün günü o ağrı ilə bağlı deyinməyə başlayacağam, daha da pis vəziyyətə qalmış olacağam və bütün həyat funksiyonallığım qalacaq. Bütün işlərimi atıb o ayağımın ağrısını düşünmək məcburiyyətində qalmış olacağam mən. Panik atak anında da eynisi olur. Biz başlayırıq bədənimizə daha çox fokuslanmağa. Zaten bilirik ki, bayaq da dedim ki, həmin anda bədənimiz həddindən ziyadə titrəməyə başlayır. Ürək döyüntülərimiz artır, sinəmiz həddindən ziyadə ağrımağa başlayır və panik atak keçirən adam həmin anda təbii ki, düşünəcək ki, mən kalp krizi keçirirəm, yəni infarkt keçirirəm, bunun başqa bir anlamı yoxdur. Ona görə də bədəninizdən fokusumuzu həmin anda mümkün qədər ayırmalıyıq. Bunun ən bəsit yolu, bir neçə yolunu hətta sizə deyə bilərəm. Ya qolunuzda hər hansı bir bu qol hissənizə rezin taxa bilərsiniz və panik atak gəldiyi anda həmin rezini bir neçə dəfə çəkib fokusunuzu o ağrıya verə bilərsiniz, bədəninizdəki digər simptomlara yox. Ya da ki, artıq ətrafınızdakı gördüyünüz əşyaları saya bilərsiniz. Məsələn, mənim qarşımda yaşıl bir kreslo var, qəhvəyi rəngdə bir stol var, saat var və s. Bunları saya bilərsiniz. Çöldən eşitdiyiniz, ətrafda olan ümumiyyətlə 4 səsi saya bilərsiniz. Məsələn, mən hal-hazırda uşaqların səsini eşidirəm, içəri tərəfdə iş yoldaşımın səsini eşidirəm və digər 4 dənə belə bir səs saya bilərsiniz. Növbəti 3 dənə toxunduğunuz əşyanı saya bilərsiniz. Məsələn, mən hal-hazırda kresloya toxunmuşam və soyuqluğunu hiss edirəm. Bu şəkildə onları saya bilərsiniz. 2 dənə hiss elədiyiniz qoxunu saya bilərsiniz və bir dənə ağzınızdakı dad hansıdırsa onu saya bilərsiniz və fokusunuzu mümkün qədər bədəninizdən ətrafa yaymalısınız. Bu dediyim 2 texnika ilə yetərincə bədənimizdəki, daha doğrusu fokusumuzu bədənimizdən kənara yaymağımız mümkündür. Növbəti mərhələdə panik atak zamanı bayaq da qeyd etdiyim kimi bədən çox gərgin olur və biz nəfəsimiz də darlaşdığına görə, bədənimiz də gərginləşdiyinə görə bunlar üzərində də işləməliyik. Yəni, bu məqamda ən yaxşı olan şey bizim üçün rahatlama məşqləridir. Siz bunu internet vasitələrində də, YouTube-da və digər vasitələrdə də tapa bilərsiniz. Hər hansı bir meditativ məşqlər, rahatlama məşqləri və yaxud da ki, elə özünüz də bir divana uzanıb, yatağınıza uzanıb və yaxud da ki, oturaq vəziyyətdə fərqi yoxdur. Nəfəs texnikaları eləyə bilərsiniz, rahatlama məşqləri eləyə bilərsiniz. Bunu necə eləyirsiniz? Ən bəsitindən, məsələn, 4 saniyə alırsınız nəfəsinizi, 4 saniyə saxlayırsınız və 8 saniyə ərzində verməyə çalışırsınız. Burnunuzdan alırsınız, ağzınızdan verirsiniz və bunu dəfələrlə təkrarlayırsınız. 10 dəfə, 15 dəfə, 20 dəfə bunu təkrarlayırsınız və hiss edəcəksiniz ki, artıq bədəniniz rahatlayıbdır və daha yaxşı vəziyyətdədir. Növbəti mərhələdə özünüzə güvənli bir yer seçməyiniz ola bilər. Güvənli yer nədir? Sizi ən rahat hiss etdirən yer haradırsa, onu düşünürsünüz və belə bir yer özünüzə seçirsiniz. Məsələn, mənim üçün hər hansı bir dəniz qırağıdır, dəniz sahilidir və mən düşünürəm ki, özümü orada daha güvənli və daha rahat hiss eləyirəm, daha çox zövq alıram oradan və bura mənim tutaq ki, güvənli yerimdir. Siz həmin güvənli yerinizi düşünüb xəyal eləyə bilərsiniz və panik atak yaranan anda həmin güvənli yerinizə gedə bilərsiniz. Təbii ki, bunların hər biri panik atak anında bizə kömək eləyəcək vasitələrdir. Amma və lakin artıq bunları aşdıqdan sonra bizə lazımdır ki, daha köklü bir dəyişikliklər eləyək. Bunun üçün siz özünüz də nələrsə eləyə bilərsiniz, amma çox ağır məsələlər olanda mütləq bir mütəxəssisə müraciət etmək vacibdir. Panik atak ömür boyu sürəcək bir problem deyil, onun həll yolu var. Həm də ən asan həll olan problemlərdən biridir. Məsələn, şəxsiyyət pozuntuları kimi illərlə davam edən bir müalicəsi, terapiya prosesi bir problem deyil. Ona görə də mütləq onun kökündəki problemi tapmaq lazımdır. Məsələn, panik atak keçirməyə hansı zamandan başlamısınız, hansı vaxtlar daha çox tətiklənirsiniz, hansı zamanlar bu daha çox şiddətlənir və yaxud da ki, hansı zamanlar artıq panik atakın gəldiyini hiss eləyirsiniz. Bunları araşdırmaq çox vacibdir. Təbii ki, siz özünüz də yazaraq araşdırıb tapa bilərsiniz.
amma eləyə bilmədiyiniz təqdirdə bir mütəxəssislə işləməyinizi tövsiyə eləyərəm. Və sonda panik atakla işlədiyimiz zaman biz qaçınma davranışlarına vurğu vururuq. Məsələn, əgər panik atak bir dəfə liftə tutubsa, siz liftə minməkdən qaça bilərsiniz və yaxud da ki, hansısa bir dostunuz gildə bu baş veribsə, dostunuzun həmin o otağına, evinin həmin otağına getmək istəməyə bilərsiniz. Ya da ümumiyyətlə dostunuzla görüşməkdən belə imtina edə bilərsiniz. Bunların hər birinə biz deyirik qaçınma davranışları. Yəni panik atakı ertələmək üçün qaçdığımız və seçdiyimiz davranışlardır. Və biz artıq problemi həll eləməyin növbəti mərhələsində bu qaçınma davranışlarını müəyyən edib üstünə getməyi yoxlamalıyıq. Yəni indiyə qədər nələrdən qaçırsınız, hansı davranışlardan qaçırsınızsa, onların bir siyahısını tutursunuz. Ən çətin olan, ən az olan bunların hamısını qiymətləndirirsiniz və qiymətləndirdikdən sonra birini seçib yavaş-yavaş üstünə getməyi başlaya bilərsiniz. Təbii ki, bu müddət ərzində hansısa bir dostunuzdan, ailə üzvünüzdən kömək istəyə bilərsiniz və yaxud da ki, terapeutiniz bu yolda sizə kömək edə bilər. Bugün panik atakla bağlı danışacaqlarım bu qədər idi. Əgər suallarınız olarsa, rəy bölməsinə yaza bilərsiniz. Hər birinizə təşəkkür edirəm.